Sabahınız xeyir olsun. 28 Mart 2026-cı il tarixidir. Şəvval ayının 9-cu günü, yaz fəslinin 9-cu günüdür və Mart ayının sonuncu həftəsinin sonuncu şənbə 6-cı günüdür. İstirahət günlərindən biridir. Hər birimizə bol ruzili, can sağlıqlı bir istirahət günü şən şəkildə, xoş şəkildə keçirməyə arzu edirəm. Və Şəvval ayında da oruç tutanlar var. Kimlər oruçlar tutmuşlar, niyyətlərini, oruçlarını Allah qəbul etsin deyirəm. Bununla yanaşı isə 28 Mart günündə istirahət günü olmağına baxmayaraq, kimlər işləri arxasınca getmiş, işləri ilə, iş yerlərində məşğuldurlar, evdə evdar işləri ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlı arzu edirəm. 28 Mart günündə də tətil olmağına baxmayaraq, həm məktəblər, həm orta ixtisas tələbələri, eləcə də ali məktəb tələbələri təhsilləri ilə ki, məşğul olurlar. Onlara can sağlığı, zehin açıqlığı, iş avadlı arzularım. Hər birinə qarşılarına qoyduqları məqsədə çatmalarını arzu edirəm və həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 28 Mart günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 28 Mart günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, ordumuzu salamlayıram. Hər birinə can sağlığı arzulayıram. Xoş bir gün keçirmələrini arzu edirəm. 28 Mart günündə kimlər ad günlərini, şad günlərini qeyd edirlər. Onlara can sağlığı arzu edirəm. Bugün münasibəti ilə təbrik edirəm. Və 28 Mart günündə də tarixi günlər vardır. 28 Mart Milli Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramıdır. Onların hər birini təbrik edirəm. Hər birinə can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirəm. Bununla yanaşı 28 Mart 37-ci ildə Caligula Roma İmperiyasının imperatoru olduğu gündür. 28 Mart 1854-cü ildə isə Krım müharibəsi Fransa Rusiyaya müharibə elan etdiyi gündür. 28 Mart 1919-cu ildə Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin baş qərargahı tərkibində xüsusi orqan olan kəşfiyyat və əks kəşfiyyat bölməsinin yaradıldığı gündür və bu münasibətlə də həmin bölmə işçilərini təbrik edirəm. Can sağlığı işlərində müvəffəqiyyətlər arzu edirəm. 28 Mart 1930-cu ildə Konstantinopol və Angora adları dəyişdirilərək İstanbul və Ankara adlandırıldığı gündür. 28 Mart 1939-cu ildə isə İspaniya vətəndaş müharibəsi Madrid şəhəri Frankonun qüvvələri əlinə keçdiyi gündür. 28 Mart 1946-cı ildə isə Juan Perón Argentinanın prezidenti olduğu gündür. 28 Mart 1992-ci ildə Azərbaycan Respublikası ilə Suriya arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.